Gəlin birlikdə Ramazan ayı üçün market bazarlığı edək. Sizi bilmirəm, mən hər il bu ayı səbirsizliklə gözləyirəm. Nə qədər işim çox olsa da, bu ay üçün xüsusi hazırlıqlar görürəm. Qeyd edim ki, mənə yalnız lazım olan ərzaqları aldım. Digərləri evdə var idi, onun üçün ehtiyac yox idi. İndi deyəcəksiniz ki, kofeyə nə ehtiyac var? Oruçluqda kofe olmaz. Amma mən çox vaxt zehni işlə məşğul olduğuma görə mən bunun üçün gec yatıram və ona görə kofeyə çox ehtiyac duyuram. Şinəli şirələrdən ötürü ürəyim gedir, çox qəşəng olur. Xüsusilə də iftar zamanı yeməyin yanında. Bir paketlə un alıram. Yeməklərdə və şirniyyatlarda mən çox istifadə edirəm ondan. Və sonda kassada ödəniş edib düzəlirik evə. Bu qədər. Bu kimi videoların gəlməni istəyirsinizsə, rəylərdə qeyd edin. Sağ olun, görüşənə qədər.